Salamlar, vaxtınız xeyir olsun. Tənişlər sisteminin izahını verəcəm. İlk sualdan başlayaq. Tənişlər sisteminin ilk sualından başlayaq. Deməli bizə deyir ki, 3'də 1 x minus y bərabərdir 4'ə. 4'də 1 x plus y bərabərdir 2. Kəsrlə işləməyi xoşlamırsınızsa, birinci tənliyin hər tərəfini 3'ə vurun. X minus y bərabərdir 12 yazın. İkinci tənliyin hər tərəfini 3'ə vurun. Üstəm 4'ə vurun. X plus y bərabərdir 8 yazın. Sonra 2x və tərəf tərəfə toplayanda mənfi ilə müsbət gedir. 2x 20, x'imiz olur 10. Elə bizdə burada nə olur? X'imiz olur 10. Hə, qurtarmadıq. Bir dəqiqə. X'imizi 10 tapandan sonra heç bir şey. 10 üst 10'dan 10 üstə nə gəldi? 8 verir. 10 üstə əlbəttə ki mənfi 2 gəldi. Bunu tapa bilərsiniz. Y'imiz de oldu mənfi 2. Y'imiz mənfi 2 oldu mu hasiline verəcək mənfi 20 A variantı. Fikir verin. Bu suallarda mesela 3. sualda da 2'ye vuraram. Birincisini 2'ye vuraram. Hər tərəfini kəsirdən azad eləyərəm. Bunu da 2'ye vuraram. 2x plus y bərabərdir 12. Məndən x plus y heç nə yox eləməyin burada. Məndən x plus y cəmini istəmir. İstəsində. Tərəf-tərəfə toplayıram. 3x 3y bərabərdir 18'ə. X plus y bərabərdir 6'ya. 5. sualda 2 modulun cəmi 0'a bərabərdirsə, tək-tək 0'a bərabər edəcəksiniz. Birincində 6 olur. X minus 3y minus 9 bərabərdir 0'a. X'in yerinə 6 qoyursunuz. Minus 9 bərabərdir 0'a. Mənfi 3y çıx 3 bərabərdir 0'a. Y bərabərdir mənfi 1'ə. Cəmini istəyir. Cəmi də 5 vermiş olacaq. 7-cində deməli nə edə bilərik biz burada? X kvadrat plus y kvadratını istəyir. İstəsin. Gəl belə eləyək. Deməli birincisi olduğu kimi qalsın. İkincisini 3'ə vururam ki tərəf-tərəfə çıxacam. 3'ə vururam. Tərəf-tərəfə çıxıram. Aşağıdan yuxarı çıxıram. Bax ikinci təni nəyə vurdum? 3'ə vurdum. Niyə 3'ə vurdum? Y-ləri yox edə bilim deyə. Çıxanda olur 7x. Bunlar gedir bərabərdir 7'yə. X bərabərdir 1'ə. X'i 1 tapandan sonra aparıb istədiyiniz yerdə, tənliyin istədiyin yerdə x yerinə 1 qoyursunuz. Elə birinci tənliyi də qoyaq. 2'ni 1'ə vuranda 2 üstəgəl 3y bərabərdir 5'ə ilə buradan y'imizi də nə alırıq? 1 almış olarıq tənliyi əldə etsək. X'də 1, y-də 1. Kvadratları cəmi nə verəcək? 2 verməyəcək mi 1'in kvadratına 1'in kvadratı? Bəli, verəcək. 9. sualda x-y hasilini soruşur burada. Mən olsam sizin yerinizə tərəf-tərəfə toplayaram. 5x plus 5y bərabərdir 9 üstə 11 20'yə. Onda x plus y-imiz 4 olur. X plus y 4 tapdıq. Gəl indi belə bir şey deyək. Eləyək. 2x birinci tənliyi bir də yazıram. Birinci tənliyi bunun altından yazıram. Əslində elə əvvəldən də yaza bilərdik. Nəysə. Sonra hər tərəfin birinci tənliyin hər tərəfini 2'yə vuraq. 2'yə vuranda 2'yə vurduq elə 8. Aşağıdan yuxarına çıxıram. Bunlar gedir. Y-imiz olur 1. X plus y bayaq nə almışdım? 4 almamış mıydım? Bəli. Y-imiz 1 olanda x'imiz avtomatik 3'ə bərabər olacaqmı? Bəli. 1, 3, hasildə 3 cavab B variantı. Sonra getdik. Burada yenə də əslində 9, 10. sualda eyni sualdır. 11. Deməli mən olsam kəsirdən azad etməyə çalışaram. Kəsirdən azad eləyərəm. 0,6. Birincisi məsələn 5'ə vuraram. 0,6'ın 5'ə vuran tam ədəd olur axı. Olur 3 x minus y bərabərdir 60'a. 5'ə vurdum axı. İkincisini nəyə vursam olur 2'yə, 3'ə, 4'ə, 5. Deməli 10'a. Olsun. 7x plus y bərabərdir. Biraz böyük ədəd olur amma olsun. 210'a. Tərəf birincisi vurub atıram. 3x çıx 3y bərabərdir 60'a. 7x plus 7y bərabərdir 210'a. Sonra nə edirik biz burada? Nə istəyirik biz də buradan? X-y yeni hasilini soruşuram. Eyni tip misallarda. Burada tərəf-tərəfə toplasaq bizə bir şey xeyir verməz. Ona görə biz nə edirik? Hər tərəfini 3'ə bölürəm birinci tənliyin 20. 7'yə bölürəm 30. Aldım mı? Aldım. Tərəf-tərəfə toplayıram 50. Y-lər gedir. X'imiz olur 25. X'imiz 25 ise y'imiz de 5 olmalı ki, çıxanda 20 və ya toplayanda 30 versin.
Hasilde 125 cevap B variantı. 13. sualda müəllim x bölü y bərabərdir. 0,4-də 5'i 9'da 5 yazaram. İşte belə yazaq da. 9'da 5 yazsaq. Ha, elə belə qəbul edək. Elə cavab elə x minus y istir mənfi 4c variantı. Bunu bax belə yaza bilərik. X'imiz bax belə 9x bərabərdir 5y-ə. X'imiz 5, y'imiz də 9 olacaq da. Biz də usta ikinci tənədi yerinə qoysaz ödəyir. Ödəyəcək 15 çıxılsın 18 mənfi 3 ödəyir. Deməli indi bizdən x minus y istəyir. Bundan da bunun çıxana cavab mənfi 4 olmuş olacaq. 15-ci sualda mən sizin yerinizdə olsam x kvadratı çıx 2x'i 1 yazaram. Y kvadratı plus 4y'yi 1 qruplaşdıraram. Bu 5 var ha. 5'i də parçalayacaq. İndi baxın bir dənə. Bax bu ikisi, bax bu ikisindən x minus 1'in kvadratı kimi düzəldə bilərəm? Bəli. Bu ikisindən y plus 2'nin kvadratı kimi düzəldə bilərəm? Bəli. Bəs mənim 5 ara getdi. Bax 2'nin kvadratı 4 verir, 1'in kvadratı 1 verir də. Düzdür. O 5'i parçalayıb 4, 1, 2'yi parçalaya bilərəm? Bəli. Parçaladım, verdim onların içinə. Düsturların içinə saldıq. Və bu da 2 ifadənin kvadratları cəmi 0'a bərabərdirsə, tək-tək 0'a bərabər edirik və x'imizi 1, y'imizi də mənfi 2 almış olacağıq. Hasildə mənfi 2 olmuş olacaq. 17-ci sualda tək-tək 0'a bərabər edəcəksiniz. Tək-tək ifadələrin kvadratları cəmi 0'a bərabərdirsə, tək-tək 0'a bərabər edəcəyik. Buradan x bir dəfəni yazaq. 20 eləyir. X'imiz 20 isə 2'də 1'i 20'ye vurandan neçə eləyəcək? 10. 10 plus y çıx 4 bərabərdir 0'a. Y də bərabərdir mənfi 6 olacaq. Düzdürmü? Düzdür. Yenə bizə nəyi soruşur? Burada bizdə x soruşur. 17'də nəyi soruşur? Y mənfi 6 D variantı. 19'da müəllim yenə nəyin şərtdir? Bəli. 2 ifadənin cəmi 0'a bərabər. İkisi bərabərdir 0 olanda tək-tək 0'a bərabər eləyirik. Tamam mı? X minus 3 də bərabərdir 0'a. 2y minus 3 də bərabərdir 0'a. X'imiz 3. Y'imiz 1,5 olur. Cavab da 4,5 hasilini soruşur. 3'ü 1,5, 4,5 yani 2'də 9 C variantı. 21. Bir dəfə baba biriniz tənliyi olduğu kimi açıram, fikir verin. X plus y plus 1 olduğu kimi açdım. Bir dəfə nə kimi açmalıyam? Əksini açıram. Mənfi x çıx y çıx 1. Bu birinci tənlinin açılışı. Birinci modulun açılışı. İkinci modulda olduğu kimi yazıram. X minus y çıx 1 üstəgəl 1. Bir dəfə də x plus y plus 1 bərabərdir. Mənfi x plus y çıx 1. Yazdıq mı? Yazdıq. Yaxşı elədik. Sonra burada nələr gedəcək? Bax, gəlin görək nələrimiz gedəcək bizim. Birinci tənlikdən bu x-dar gedir, fikir verirsinizsə. Y bu tərəf atanda olur mənfi 2y. Biri də bu tərəf atanda olur 0. Y bərabərdir 0'a. Bax, y-i 0 tapdıq. Hər yerdə y-i 0 tapacağıq. Hansı tənliyi həll edirsə eləyin, y-i 0 tapacağıq. Bax, burada y-lər gedirlər. Əks işarəli olur o tərəf atanda. Gedəcəklər. Olur 2x bərabərdir. Bunu bu tərəf atanda mənfi 2'yə. X də bərabərdir mənfi 1'ə. Deməli, birinci tənlinin həllini tapdıq. İkincində də eyni şey alacaq. Bax, həll eləsəniz, eyni şeyi alacaqsınız. Heç bir fərqi yoxdur. Yəni də y-i 0, x'i mənfi 1 alacaqsınız. İndi bəs gedək görək hələ bizim cavablarda bəs nə hansı variantdır? Deməli, C variantı getdi. Y-imiz 0'dırsa C variantı getdi. Yəni o 0'dan böyük bölmədə yazıb. Yəni müsbət ola bilməz. Y-imiz onda 0 olur. Bəs x'imiz mənfi 1'dir, yoxsa kiçik bərabər böyük bərabərdir mənfi 1, yoxsa kiçik bərabərdir mənfi 1'dir? Onu yoxlamaq lazımdır. Y-imiz 0 olduğuna görə aparıb tənlikdə basitdə belə y-in yerinə 0 qoyanda olur modul x plus 1 bərabərdir x plus 1. Ayşallah, əgər bizim x'imiz mənfi 1'dən kiçik olsa, mənfi 1'dən kiçik nə deməkdir? Mənfi 2, mənfi 3, mənfi 4. Moduldan mənfi 3 qoysam bunun yerinə atıram bir dənə ədəd. Mənfi 3'də 1 nə verir? Mənfi 2 verir. Moduldan mənfi də çıxa bilər? Heç vaxt. Deməli, x'imiz mənfi 1'dən kiçik ola bilməz. D variantı getdi. 100% getdi. B də getdi. Onsa C getmişdi. Y ola bilməz çünki mənfi 1 almışıq. Cavab bir dənə qalır elə A variantı olmuş olacaq. 23-cü sualda. Bax, birincisini olduğu kimi yazırıq. Hətta mənfi 2'ni atıram bu tərəfə olur 2.
Sonra ikinci tənlikdə də modul x çıx y bərabərdir 2 yazıram. Yazdıq mı? Yazdım. Yazaq. Birinci tənliyi olduğu kimi saxlayıram. Bərabərdir 2-yə. Bir dəfə də bunu olduğu kimi açıram. 2. Sonra birinci tənliyi yenə olduğu kimi yazıram. Modula xərçisini açmaq lazımdır indi. Mənfi x çıx y bərabərdir 2. Müəllim, tərəf-tərəfə toplayaq. 2x bərabərdir 4-ə, x bərabərdir 2-yə. X 2-dirsə, 2 istənəcən də 2 verir. Deməli, y-imiz 0 imiş. Bu qəşəng. Gəldik bura. Tərəf-tərəfə toplayıram, fikir verin. Bax, bunun heç həlli yoxdur. Tərəf-tərəfə toplayanda bundan bu gedir, bundan bu gedir, getsin. 2 ilə toplayan 4 verir. Ödəmədi. Yəni 0 ilə 0-ın cəmi 4 verə bilməz axı. Ona görə elə ikinci tənliyin həllinə baxmırıq. Birinci tənlikdə də 2 aldıq, 0 aldıq. Qutardı getdi və cavabı da 2-dən də 0 çıxanda cavab 2. 24. X kvadrat çıx y kvadrat 55 tənini ödəyən natural dedilər üçün. Gözlə görək hansı ədədlərdir. Biz bunu belə yazaq da. X minus y, x plus y kimi parçaladım. 55'i nə vur, nə kimi yaza bilərəm? Ya 1 vur. Bax, bura bax. Bir neçə halımız var. 1 vur 55. Ya da ki 5 vur 11 kimi yaza bilərdi. Başqa şansımız var? Yoxdur. Mən deyirəm 1 vur 55 ola bilməz. Niyə müəllim? Qardaş, onda böyük ədədlər alırıq və kvadratlar fərqi üçün 55 verənməz. Bizdə ödəyən ancaq bu ola bilər. 5 ilə 11 ödəyəcək. Yəni x minus y 5-ə bərabər edəcəyik. Balacanı balacaya, böyüyünü cəmi böyüsünə bərabər eləyirik. 2x bərabərdir 16-ya, x-imiz olur 8. Tərəfə topladım. X-i aldım 8. 8-dən nə çıxan da 5 qalır. 3. Y-imiz olur 3. 8 ilə 3. Həqiqətən ödəyirmi? Ödəyir. Həqiqətən də kvadratlar fərqi 55-ə bərabərdir. Bizə nə deyir burada? Bizə də deyir ki, qardaş, get, bunun yerinə qoy. X-in yerinə 5 qoy, 8 qoy. Y-in yerində 3 qoy. Cavabı 49 tapmış. O olacaq. Qutardı getdi. Bu da getdi. Sonra eləcə 26-ya da baxaq. 26-ya da baxaq. Yeri gəlmişkən. Deməli 26 bizə nə deyir? Hı. 26'nı çalışaq onda parçalayaq da. Görə necə parçalaya bilərik. Ki bizə yaxşı bir şeylər versin. Mən belə şey fikirləşirəm. 10x kvadratı üzərinə 6xy çıx 5xy minus 3y kvadratı bərabərdir 19. Gör necə onsuz da xy verir, vermir? Verir. 100% verir. Bundan 5x'i çölə çıxardıram. 2x minus y. Bundan 3y çölə çıxardıram. 2x çıx y bərabərdir 19'a. 2x çıx y ortaq vuruqdur. 5x plus 3y də bərabərdir 19'a. 19 necə rəddir? Sadə rəddir. 1 vur 19'a bərabər olmalıdır. Fərqini 1'ə bərabər eləyirik. Cəmi 5x plus 3y də bərabər eləyirik 19'a. Müəllimcə birincisini 3'ə vuraq da. 3'ə vuraq. Tərəfə toplayaq. 11x bərabərdir 22. 3y-lər getdi. X-imiz olur 2. X-imiz 2-dirsə, o para birinci tayıyla burada fərq yoxdur. Hardasa yerinə qoyun. 5'i 2'ye vuranda 10 plus 3y bərabərdir 19'a. Y-i də alacaq 3. Hasilin soyusdan neçə gələcək? 6. Bu da bizdə vermiş oldu. 27-ci suala baxaq. Bax, bizə hər şeyi verib əslində. A-nı bizə verib, bax, birinci tənlikdə A-nı bizə verib 3. B-ni bizə verib 4. C-ni də bizə verib 7. Bu birinci tənlikdə. İkinci tənlikdə amma A-nı verib 6. B-ni verib 5. O da 11. Qutardı getdi. Hamısını verib də bizə. İndi bizə nə istəyir? X plus y cəmi istəyir. Qutardı. Müəllim, tərəfə toplayaq elə. 9x plus 9y bərabərdir 18. Belə şeylər görməyə çalışın. Bəzən uyğunluq gəlir. Yəni tərəf-tərəfə toplamaq elə heç nə eləməmiş, tərəf-tərəfə toplayın. Hər tərəfini də 9'a bölsək cavab 2. Qutardı getdi. Sonra 29'a baxaq. Əslində eyni sual deyil. A-mızı 4 veriblər. Bax, əvvəlcə belə eləyək də. Deyir, köklərindən biri 3,5, köklərindən biri 3,5, 2. Hadi, yəni nə demək istəyir bizə?
Üstüne aparıb x'in birinci tənədə x'in yerinə 3,5 qoyuram. Kökləri deyəndə başa düşür də. X 3,5 y nədir? 2b bərabərdir c-yə. Aşağıda da yazırıq. Hadi yazırıq ki 2,4 m üzərinə 3 n bərabərdir k-ya yazırıq. Bunları yazandan sonra indi bizə şeylər də var. ABM-in də var axı. İndi ABM-in yerinə qoyuruq C-ni və K-nı tapırıq. İndi baxın. C-ni və K-nı tapırıq. Baxın görün ki, bu qəşəng misalda. X-i yerinə qoyduq. İndi A-nı nə verib bizə? 4. 3,5-i 4-ə vuranda 14. B-ni nə verib bizə? 3. 2-ni 3-ə vuranda 6 bərabərdir C. C-miz neçə oldu? 20. M-i yerinə qoyuram 5. 2,4-ü 5-ə vuranda 12. N-i də bizə verib 2. Yine 6 bərabərdir K-ya. K da bərabərdir 18'e. Hamısını tapdıq. Biraz maraqlı gedişatı var bunun. Sonra yenə də AX. A-mız 4'dür. 4x plus BY. B-miz 3y bərabərdir 20'yə. Baxınız təmizləri əldə edirəm. MX. M-miz 5'dir. Üzərinə 2 y bərabərdir K-ya 18. Bunu həll etmək lazımdır. Burada nə deyir? Yazın və həll edin. Yazdıq və həll edirik. Diqqətlə baxsanız bunu tam başa düşəcək hissəsində. Bunu 3-ə vuraq, bunu 2-yə vuraq. Şeyləri, y-ləri yox eləyək. 8x 6y 40 15x 6y 54. Nə verəcək? Tərtibə çıxaq. 23x bərabərdir. Topladık ha biz bunu. Səhv vurmadıq ki. Nəysə səhv edə bilərikmi? Yox, inşallah pis rəqəmləri almarıq. Deməli 15x 6y 54 K-mız 18'dir. 94 aldıq. Nəysə səhv edilmiş ola bilər. Çünki variantlar düz ala bilmədi. Gedişat düzdür. Sadəcə 3,5. Bir də baxın başdan 3,5 plus 2b. Bərabərdir C-yə. 2B düzdür. 2,4 M 3N bərabərdir K-ya. AB. A-nın yerinə qoymuşam 4. 14 eləyib. B-nin yerinə qoymuşam 3. 6 eləyib. C-miz oldu 20. Düz yazmışam. M-in yerinə qoymuşuq 5. 2,4'ü 5'ə vuranda 12. 3'ü də 2 vuranda 6. K-da 18. Düz tapmışıq da. İndi aparıb tənədə yerinə qoysaq AX plus BY. A-mız 4, B-miz 3, 4x 20'yə. M-imiz 5. N-imiz də 2. Bərabər 18 düz yazmışıq bunu da. 2'yə vurduq. Birincini 2'yə vurduq. 8. 3'ə vurduq. 15. 54, 94. Olsun. X'imiz olur. 94 bölünsün 23. İndi bunu çevirmək lazımdır. Neçə tam düşürsə. Yanlış bilə verirlər cavabı. Mən səhv hesablama aparmasam. Bir dəfə də indi bax, indi x-ləri yox eləyir. Onu da belə eləyir də. Bu tənlikdə bunu 5'ə vuraq, bunu da 4'ə vuraq və belə həll eləyir onu da. 20x plus 15y bərabərdir 100'ə. 20x plus 8y bərabərdir bir dəqiqə, mən səhv əldə eləmişəm. Deyirəm axı, mən səhv əldə eləmişəm. Tərtibə toplamışam, mən. Çıxmaqdan toplamışam. Deyirəm, bu qədər cavab alına bilməz. 7x bərabərdir 14'ə. X 2 olur. Buna mı çıxıram? Toplamışam mən. X 2 olur. Deməli, x-in 2 qoyanda birinci tənədə qoyuram. 8'i 2'yə vuranda 16 plus 6y bərabərdir 40'a. 24, 4. Y-imizə 4. 2 ilə 4. 31'ə də baxaq. Deməli 5x plus 6y bərabərdir c-yə. 5x plus 6y bərabərdir c-yə yazıram. 5x plus 6y bərabərdir c. Həllər çoxluğu a-dır. Tamam. Tamam bilirik bunu. Həllər çoxluğu nə demək uşaqlar? Yəni x-i yenə 3,2 qoyacağıq. Y-i yenə qoyacağam. 1 bərabərdir c-yə. Bu verir 16, bu da 6. C-miz neçə olur? 22 yatı saxlayın bunu. C-ni 22 aldıq. Getib B-yə. Bu tənlik var. 4x plus 5y bərabərdir K verməyib. Burada
X'in yerine 1 yazırsan 4, y'in yerində 2,8 yazanda 5'i vurursan 2,8'e bərabərdir k'ya. O da olur 18. 14 üstə 4, 18. K'nı aldıq, c'ni aldıq. Yaxşı eləmişik. Sonra bizə aparırıq, misalları yazırıq. 5x plus 6y bərabərdir 22'ye. 4x plus 5y bərabərdir 18'e. Əslində bayaqki sual oxşuyur. Aynen. 29'undakı sual oxşuyur. Deməli, nə inir bizdən buradan? X plus y cəmini istəyir. Hər səfər toplamaq sərf eləyirmi? Xeyr, sərf eləmir. Çıxmaq sərf eləyir. Heç nə. Birincisini 4'ə vuraq, ikincisini 5'ə vuraq. 20x, 24y, 88. 20x, 25y, 90. Tərəf-tərəfə çıxıram aşağıdan yuxarını. Y bərabərdir 2 olur. Y 2 çarpar, burada yerinə qoyanda 12. 20'den 12 çıxanda 10. 5x bərabərdir 10. X də bərabərdir 2. Cəmi nə verəcək? 4. Birinci bölmənin izahını verdim. Sağ olun.